Hamı salamlayıram, hər vaxtınız xeyir. Yeni mövzumuz psixologiyadır. Keçən dəfəki mövzumuz qınaq idi və qınaq barəsində kiçik də olsa məlumat vermişdik. Şuuraltıda ümumiyyətlə nə formalaşır, hansı informasiyalar ki, təbii ki, negativ informasiyadan söhbət gedir ki, ona əsasən hərəkətdə olur ki, o da müxtəlif yerlərə, negativ yerlərə qapı açır. Bu qapılardan biri də sual olaraq deyiblər ki, bu satqınlıq özü də o qapılardan biridirmi? Təbii ki, o qapılardan biridir. Çünki keyfiyyət olaraq satqınlıq o keyfiyyətlərdən deyil ki, işləsin və doğru düzgün insan hansısa bir həqiqətə çatdırsın. Çünki bizim bildiyimiz bilgilərə qədər ki, var ki, belə bir mövzu ki, şeytan özü ilə satqınlığın üstündə qovulmuşdur. Təbii ki, inanclı insanlar bunu bilirlər. Qınalması, satqın olması, riyakar olması, riyakarlıq özü satqınlığa aparıb çıxarda bilən bir, məsələsini qınamağa aparıb çıxardan bir xoşu gəlməz bir haldır. Bunun üzərindən istəyirik ki, danışaq. Bunun üstündən istəyirik danışaq ki, bu da, təbii ki, bu da yerə də fərqində olmadan insana aid eləsək, şuuraltı gedən proseslər ki, var keçmişə, yaşama, yəni müddətinə əsasən formalaşmış negativ informasiyalardan əsas toplumu olmuş şuuraltıdan söhbət gedir ki, ona əsasən hərəkətdə olur və satqın və doğrudan da qınayan insanı da belə təyin eləmək, öz başına təyin eləmək, bu da mümkünsüz olur. Çox vaxtlar ki, çünki müşahidə edən insan da onu satqın kimi görürsə, o insanın da onunla da söhbət, yəni danışıq lazımdır ki, bilmək lazımdır ki, o hansı məlumatlara, hansı yaşama əsasən belə fikrə gəlib ki, qarşı tərəf deyək ki, hansısa bir insan, hansısa bir halda satqınlıq edib və yaxud da ki, deyək ki, satqınlıqla məşğul və yaxud da ki, qınaq onda aktivdir və yaxud da qeyri-adekvatdır hər halda ki, bu onu belə bir müşahidə edib. Təbii ki, onun da şuuraltısına fərqində olmasa, onun da şuuraltısına bir keçmiş negativ informasiyalarla hərəkətdə olduğu üçün belə bir, o özü də hələ qınağıdır, o da belə bir mövqe seçib başqasını bu cür satqın kimi görməli olur. Qaldı ki, həqiqət buydu ki, bayaq dediyimiz kimi, yəni şeytan satqınlığına görə qovulmuşdu. Satqınlığa görə qovulması uzaqlaşdırılma deməkdir, əslində məsafəli olması. Məsafəli olma mütləq lazımdır ki, məsafəli olsun, çünki məsafəli olmasa, məsafə qoymaq, yəni sərhəd qoymaq, bu demək deyil ki, keçmək və bağışlamaq var burada. Burada fərqində olmaq var. Fərqindəlik insanda yaranır. Bu fərqindəlik səbəb olur ki, orada məsafə və sərhəd qoyur. Təbii ki, şuuraltısını dərk eləmiş insan şuurlu şəkildə belə bir həqiqətə dayanan belə bir addımlar ata bilir ki, bu da həm özünə, həm ətraf mühitə bunun böyük titrəşimi olduğu üçün təsir qoyma var. Bu mütləq ki, təsirsiz ötüşmür. Yersiz keçmə və bağışlama özü həqiqəti öldürmək kimi şeydir. Yəni, həqiqəti yersiz keçib bağışladınsa, həqiqəti öldürəcəksən. Təbii ki, amma yenə deyirəm, özünün fərqində olan birisi yersiz keçmə, bağışlama bu kimi şeylər eləməz. Çünki fərqində olan insan keçir və bağışlayırsa, həqiqətə əsaslanır. Keçir və bağışlamalı, yenə də deyirəm ki, onun keçir və bağışlaması onun hələ o demək deyil ki, hər şey ona görə həldir. Bu məsələ odur ki, sadəcə orada bir sərhəd əmələ gəlir. Yəni, fərqində olan insan üçün yəni o potensiallar ki var, o insanlarda negativ potensial ki, onları məsafəli saxlamaq, əslində orada sərhəd yaratmaqdır
keçib bağışlamaq da ki, onun özünə görə, yəni fərqində olan insanın özünə görə lazımdır ki, özü diri qalmalıdır. Ki, vacibdir ki, qeyd etmək lazımdır. Çünki onun diri qalması daha əhəmiyyətlidir. Çünki ondan ayrılan titreşimin böyük olmasını nəzərə alsaq, onu bəşərin ona daha çox ehtiyacı var. Elə bir şəxsə, elə bir fərdə, elə bir insana. Yəni satqınlıq qınamaq var. Bəzi hallarda, yəni tam şuuraltı olduğu üçün bir peşəyə çevrilir. Fərqində olmadan yaşır və düz bilir. Bunu sadiqlik kimi adlandıra bilər. Amma o belə deyil. Təbii ki, yəni hamı da bilir ki, mən inanıram ki, hamı da bilir ki, belə deyil. Yəni o peşəyə çevrilsə də belə insan üçün, o insan fərqində olmayan, biz bayaq dediyimiz şey, negativ və yaşamına dayanmış, negativ yaşamına dayanmış fərqindəlik ki var. O adı fərqindəlik də olsa belə, o şeyin fərqindədir ki, o şuurundadır. O beynindədir, yəni şuurundadır, səthidir, fikir mexanizmindədir ki, görünəndir və izahı da çox asandır. Amma qalsa ki, şuuraltı artıq müdaxilə və nəyə görə üsulu, yəni bunun bu halı, bu xəstəlikdir. Bu xəstəliyə çevrilir ki, bəzi hallarda da görürsünüz ki, bilərəkdən və ya da bilməyərəkdən insanların müxtəlif formada inancları ki olur, o inancları qırmaqla məşğul olan bir neçə adamlar ki var orada. Bəzilər sosial şəbəkədə hətta və insanların inancları barəsində görürsünüz ki, ironik mövzular götürürlər. Təbii ki, onların elmləri var, hansısa bir təhsil alıblar, oxuyublar, amma o deməkdir ki, onlar öz başına hansısa bir elmi əsasda yazılmış kitab bir neylərsə götürüb, bir neçə nəfər adamla müzakirə edib, oradan öz istədikləri kimi hansısa bir qərar çıxardıb onu paylaşmaq olar təbii ki, amma bu paylaşımın başqalarının inancına, əqidəsinə, hərəkətinə mane olur belə bir şeylər. Çünki bunlar maksimum xəstəlik mənbəyidir, xəstəlik yaratmaqla məşğuldurlar ki, hətta onlar deyən kimi də deyil, yəni o cür, məsələ o cür deyil, yəni o müzakirə çıxartmaq, belə bir şəkildə öz, deyirəm, özünün öz şuuraltısı, negativ informasiyalardan toplumu olan şuuraltısına əsasən çıxartdığı qərarlar başqalarının həyatına yolla, yəni zərbə və zəhər deməkdir. Çünki bunun başqa bir adı varsa, siz deyirsiniz, mən bu adların, bunun adını belə bir şey bilirəm ki, bunda olmaz. Çünki insanlar stres və həyəcan və panika içində həmişə qalırlar, nəyin doğru, nəyin düzgün olduğunu araşdırıb tapa bilmirlər. Çünki informasiya və məlumat həddindən artıq ki, çox verilir, özlərində hansı negativ tərəfə. Təbii ki, hamısı belə deyil. Orada 1% də olsa, mən ümid edirəm ki, 1%-dir, 1%-ində də böyük təsirləri var. Və keçmək və bağışlamağa qalanda ki, əgər satqın və deyək ki, hər halda bir qınaq, yəni buna oxşar müxtəlif qapılar ki, insan özündə açıb, bunları bağışlamaq, bunları da keçmək və yaxud dediyimiz kimi öz başına fərqində olmadan keçmək, yəni həqiqətin başını keçmək kimi bir şeydir ki, bunu tarix boyu dəfə olur ki, həqiqətin başı necə üzülür, necə kəsilir. Təbii ki, o şuurlu və inadkar, yəni ölçünün fərqində olmayan insanlar tərəfindən. Yəni mənim deməkdə məqsədim budur ki, yəni özümdən, əsas ki, özümə qədər fərqində olaraq hərəkətli olmaq, bu da məntiqlidir, daha zövqlüdür, daha xalisdir. Belə olsaq, təbii ki, insanın şuuraltısını asta-asta dediyimiz, yəni o qədər astalıqla yox ki, insan ömrü çata bilən qədər özünü kəşf edir, özünü dərk edir, özünü dərk eləsə də həqiqəti dərk eləyəcək ki, həqiqət nədən ibarətdir ümumiyyətlə. Bunu demək istəyirəm ki, yəni keçmək, bağışlamaq xissiyyəti insan özünün diri qalmasına səbəb olur.
Bir də bizim diğer demək istədiyimiz son olaraq məsələ də budur ki, satqınlıq səhv deyil. Yəni qınamaq. Bunlar seçim olduğu üçün hər bir seçimin də öz qiyməti var. Təşəkkür edirəm.